Trampdan səs-küylü müqayisə. İrana hücumu tarixin ən dəhşətli zərbəsinə bənzətdi. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump İrana indirdikləri zərbələri Hiroşima və Nagasaki ilə müqayisə edib. Report xəbər verir ki, bu barədə RBK Ukrayna Guardiana istinadən məlumat yayıb. Haqada çıxış edən Amerika Birləşmiş Ştatları prezidentinin fikrincə İrana zərbələr Tehranın təhdidini sonlandırıb. Məyər zərbə indirməklə uğur qazanmadıq, bu zərbə müharibəyə son qoydu. Onlar bunu eləməyə çalışaraq trilyonlarla dollar xərclədilər və bunu bacarmadılar. Əslində biz indi onlarla çox yaxşı münasibətdəyik deyə Trump bəyan edib. O, Amerika Birləşmiş Ştatlarının hərəkətlərini 2-ci Dünya müharibəsi dövründəki tarixi hadisələrlə müqayisə edib. Mən Hiroşima, Nagasakini nümunə gətirmək istəmirəm, amma həmin addım Yaponiya ilə müharibəyə son qoydu. Əgər biz bunu eləməsəydik, onlar indi də müharibə eləyərdilər deyə Amerika Birləşmiş Ştatları prezidenti söylüyor.